Açıq söhbətə başlayırıq. Qarşılayın. Sevinç Osman qızı. Axşamınız xeyir. Müxalifətlə siyasi partiyalarla və iqtidar arasında olan münasibətlər mövzusunu biz bugünə davam etdirəcəyik. Azərbaycan artıq 2 ildən bəri fəaliyyət göstərən İctimai Palatanı nə gözləyir? Azərbaycanda hamımızın səbirsizliklə gözlədiyi Avroviziya mahnı müsabiqəsi ərəfəsində etiraz aksiyası keçirilməlidirmi? Və nəhayət Azərbaycanda kölgə hökuməti ideyası reallaşacaqmı? Bütün bu maraqlı mövzuları biz əks qütblərdə olan 2 tanınmış siyasətçi ilə müzakirə edəcəyik. Qarşılayın Millət Vəkili və Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı. Hoş gəlmişsiniz. Fırız əyləşin. İkinci qonağımız isə İctimai Palatanın liderlərindən biri və keçmiş millət vəkili Pənah Hüseyndir. Hoş gəlmişsiniz. Buyuruz əyləşin. Salam aleyküm. Salam. Mən sizin ikinizi də əks qütblərdə olan siyasətçi kimi təqdim etdim. Amma mən bilirəm ki, siz uzun müddət eyni qütbdə olmuşsunuz, eyni düşərgədə olmuşsunuz. 1988-ci ildən Azərbaycan Xalq Hərəkatında təmsil olmuşsunuz. Amma hər halda bu günləri siz əks qütblərdəsiniz, əks düşərgələrdəsiniz və sizin fikrinizin üst-üstə düşmədiyi məsələlərdən biri də İctimai Palata ilə bağlıdır. Mən bilirəm ki, Fəzail müəllim, siz keçən ilin iyun ayında belə bir ifadə işlətmişdiniz ki, İctimai Palata onsuz da iflasa uğrayacaq və çox tezliklə biz bunun şahidi olacağıq. Üstündən 8 ay keçib və İctimai Palata var və fəaliyyət göstərir. Əslində adı var, özü yoxdur. Fəzail Ağamalı 1947-ci ildə anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsini bitirib. 1992-ci ildə Azərbaycan Respublikası Sosial Təminat Nazirinin müavini, 1993-1994-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin birinci müavini və nazir əvəzi olub. Tarix elmləri doktoru, professordur. Hal-hazırda Milli Məclisin deputatıdır. Ən az ona görə ki, İctimai Palatanın Azərbaycan cəmiyyətində kifayət qədər reytingi, siyasi nüfuzu və siyasi proseslərə təsir göstərmək imkanları yoxdur. Konkret faktlara keçə bilərik. İndi ola bilsin ki, mənim əks qütbdə dayanan Pənah bəy söyləmiş olduğum bu argumentləri başqa şəkildə izahına çalışacaq. Ancaq faktında qalır ki, İctimai Palata keçən il mart və aprel aylarında çalışır ki, bir neçə aksiya keçirsin. Əvvəldən baxmayaraq ki, ən müxtəlif vədlər verildi, minlərlə, 10 minlərlə insanlar küçəyə çıxacaqdır. Lakin tam məsuliyyətlə deyirəm və hətta o mitinglərin birini mən xüsusi olaraq izləmək qərarına gəldim və sona qədər izlədim. Bir Nizami Kinoteatrının yanında bir 100 nəfərin mən bir yerə toplaşdığını gördüm. Yəni, əgər İctimai Palata Azərbaycan cəmiyyətində güclü siyasi reytinqə, nüfuza malik olsaydı, ən azı heç olmasa bir 10 min nəfəri o Azərbaycanın Bakı şəhərinin istənilən yerinə, dəxili yoxdur. İstənilən yerini toplaya bilərdi. Yoxsa deməli artıq İctimai Palata yarandığı gündən iflasa doğru çox böyük sürətlə gedir və bunun bugün artıq adı var. Siyasi fəaliyyəti demək olar ki, sıfıra bərabərdir. Digər bir tərəfdən İctimai Palata faktiki olaraq bu çətir altında Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası və müəyyən dərəcədə cəmiyyətdə narazı olan və indiki iqtidarın siyasəti ilə razılaşmayan bəzi müxtəlif təbəqəni, sosial qrupları təmsil edən insanlar var. Beləliklə, yenə də İctimai Palata, yenə də Müsavatdan və Azərbaycan Xalq Cəbhəsi Partiyasından ibarətdir. Aydındır. Çox sağ ol, təşəkkür edirəm Fəzail müəllim. Siz əl çala bilərsiniz. İctimai Palata haqqında geniş və hər tərəfli məlumat və onun izlənməsi hörmətli Fəzail bəy tərəfindən göstərir ki, İctimai Palata bugün Azərbaycanda alternativ siyasi qüvvədir. Pənah Hüseyn 1957-ci ildə anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsini bitirib. 1992-ci ildə Azərbaycan Respublikasının dövlət katibi, 1993-cü ildə isə qısa müddətdə Azərbaycan Respublikasının baş naziri işləyib. Hal-hazırda İctimai Palatanın rəhbər üzvlərindən biridir. Siyasi müstəvinin
bir qütbü iktidardır, bir qütbü İctimai Palatadır. Burada Müsavat Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Klassik Xalq Cəbhəsi Partiyasının, Milli İstiqlal Partiyasının, Demokrat Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının və digər bir neçə siyasi partiyanın rəhbərliyinə daxil olan şəxslər demək cəmləşibdir. Eyni zamanda vətəndaş cəmiyyətinin liderləri cəmləşibdir, ayrı nüfuzlu şəxslər, ziyalılar cəmləşibdir. Hesab edirəm ki, Fəzail Ağamalı və iqtidar nümayəndələri 10 minlərin iştirak elədiyi mitinglərdən ötürü belə çıxır ki, darıxıblar. Ən yaxın aylarda bunu alacaqlar və Azərbaycan xalqının marağını, mənafeyini ifadə edən alternativ siyasi qüvvə kimi cəmiyyətin bugünkü problemlərini əhatə edən ciddi proqramları artıq cəmiyyətə təqdim edib və Azərbaycanda hal-hazırda bütün iyerarxiyalar üzrə kölgə strukturlarının yaradılmasına başlanıbdır və Azərbaycanda istər hökumət səviyyəsində, istər aşağı idarəetmə səviyyələrində özünün minlərlə şəxsi mütəxəssis əhatə edən komandasını hazırlamaqda davam edir və hesab edirəm ki, 2012-ci il çox ciddi köklü demokratik dəyişikliklər olacaqdır və hal-hazırda demokratiyanı təmsil edən, tərəqqini təmsil edən, gələcəyini təmsil edən, bugünkü xalqın protestinin ifadəçisi olan, inkişafa yönəlik, müsbət pozitiv proqramlara malik olan bu siyasi qüvvə 2012-ci ildə Azərbaycanın iqtidarı olmağa, 2013-cü ildə, 2012-ci il adına iqtidarı olmağa nail olacaqdır. Çox sağ ol, təşəkkür edirəm. Dediniz ki, İctimai Palata yoxdur, adı var. Herhalde elə bilirəm ki, Pənah müəllim bu suala sizi cavablandırdı. Qane etdi mi sizi? Təbii ki, Pənah bəy bunu deməliydi. Çünki Pənah bəy məndən razılaşa bilməz. Ona görə ki, ən azı biz müxtəlif düşüncələri özümüzə daşıyan insanlarıq. Və bir daha tək edirəm. Mən bu İctimai Palatanın bugün Azərbaycan cəmiyyətində və Pənah bəyin söylediği kimi 2013-cü ilin prezident seçkilərində uğur qazanabiləcək bir güc sahibi olduğunu görmürəm. Və bunu daha çox reallığa söykənərək, həm də bütün siyasi baxışlarımı kənara qoyaraq bir müşahidətçi olaraq, bir Azərbaycan vətəndaşı olaraq bunu söyləyirəm. Məsələn, Kölgə kabineti. Mənə Pənah bəy sadəcə olaraq burada mən öz vaxtımdan da bunu ayırmağa hazıram. Azərbaycanda bir 20 nəfər nazir və komitə, belə deyək də, nazir və komitə sədrlərinə lütfən buyursun, onların da ən azı çox istəmirəm. Bir nəfər də muavin statusunda. Bir 40 nəfərin adını saxsın görək ki, onu cəmiyyət... İddialı yəni. Bəli, iddialı, peşəkar bir idarəçiyi bacaran, əlbəttə 90-cı illərin deyək ki, dünya görüşü ilə, idarəsi sistemi ilə deyil, müasir sistemə uyğun olaraq ölkəni idarə edə biləcək belə bir kadr potensialı varsa, buyurun, mən öz vaxtımdan Pənah bəyə təqdim edilib, onların adını saçsın. Var mı belə adamlar? Yəni, əgər hər halda Azərbaycanda kölgə hökuməti ideyasının təklif edən adam kimi siz sayılırsınız, varmı sizdə belə bir siyahı? Çox təşəkkür edirəm. Belə bir siyahı da var. Belə bir siyahının tərtib olunması davam edir. Buyurun, sizin vaxtınız başladı. Hal-hazırda bir neçə kölgə kabinetləri istiqamətində iş aparılır. Yəni bir halda ki, sual verildi və böyük məmnuniyyətlə də Fəzail bəydə imkan yaratdı. Mən buna cavab verə bilərəm. Təxminən bizim hesablamalarımıza görə Azərbaycan idarəçilik sistemində 50 min nəfərə qədər kadr vardır. Onların mütləq əksəriyyəti hal-hazırda idarəçilik sistemində işləyən mütəxəssislərdir. Təxminən bir 35-40 minə qədəri onların istər hansı siyasi hakimiyyət olub olmasından asılı olmayaraq idarəçilik prosesində davam eləməlidir. Konkret olaraq hökumət məsələsinə gəldikdə isə, məsələn, deyək ki, baş nazir vəzifəsinə, indi mən burada vəzifə etik saymıram burada sözün doğrusu ayrı-ayrı adamlara vəzifə vermək. Təbii ki, prezident demək, kim seçiləcəksə onun tərəfindən də onun komandası təqdim olunacaq. Məsələn, Qubad Bədoğlu, məsələn, Rövşən Ağayev, məsələn, digər bizim ixtisasçılarımızın hər biri həmin vəzifəni yerinə yetirməyə qadirdir. Sadalmaqda davam edeyim, vaxtınızı vermişsiniz mənə. Mən əvvəldən vaxtını verdim də. Gəl, indi mənə də biraz vaxt verin. Təşəkkür edirik sizə. Geri götürdünüz səsinizi? Yox, mən səsimi verdim. Yox, yenə sual cavab vermək imkanları olacaq. Mən də sizdən soruşmaq istəyirəm Fəzail müəllim. Hər halda mən dedim ki, Azərbaycanda kölgə hökuməti ideyası ilə təklif edən Pənah bəy oldu. Böyük Britaniyada kölgə hökuməti
sistemi artıq neçə əsrdir ki mövcuddur və hətta onları Kraliçə Həzrətlərinin kölgə hökuməti də adlandırırlar və bu tamamilə normal bir ənənədir ki, dövlət özü də bunu maliyyələşdirir və kölgə hökumətinin hər bir fərdi nazir postuna öz namizədi olar. Yəni bu qədər mütərəqqi, hər halda ölkələrin inkişaf etmiş demokratiyada tətbiq olunan, artıq neçə əsrlərdən bəri tətbiq olunan ideyaya qarşı əleyhinə sizin hansı argumentiniz var ki? Nəyə pisdir ki buna? Yox, mən İngiltərənin bu təcrübəsinin əleyhinə deyiləm. Ancaq gəlin görək, İngiltərədə kraliçanın himayəsi altında yaradılmış olan bu kölgə hökumətinin dünya görüşü ilə, düşüncəsi ilə, proseslərə yanaşması ilə, dövlətçiliyə tövhəsi ilə İctimai Palatada bu cür düşüncələri özünə daşıyan insanları eyniləşdirmək olarmı? Mən düşünürəm qətiyyən. Bunlar başqa-başqa şeylərdirlər. Yəni, bəli, gözəl ideyalar nəyə xidmət eləməlidir? Gözəl ideyalarda, bütün siyasi partiyalarda, ictimai qurumun rəhbərləri də, cəmiyyətdə nüfuz olan ziyalılar da öz müstəvisində, öz imkanları daxilində dövlətə və dövlətçiliyə tövhələr verməlidirlər. Demokratik proseslərə tövhələr verməlidirlər. Ancaq gəlin görək, İctimai Palata faktiki olaraq öz fəaliyyətində bu tövhələri verir. Yoxsa bu ancaq bəyanatlar, ancaq qərəz, ancaq böhtan, ancaq hədələr, ancaq qarşı durma. Siz demiş ki, ziyanlıdır müsahibələrinizdən birində. Yəni sadəcə ki, ziyandır Azərbaycan cəmiyyəti üçün. Nə? İctimai Palata üçün də demişdiniz və kölgə hökuməti üçün də Azərbaycan. Bu cür tərkiblə, bu cür formatla, bu cür dünya görüşünə cəmiyyətə tövhə vermir. Əksinə cəmiyyətə çox mənfi, mən deyərdim ki, impulslar ötürür. Misal üçün, mən demək istəməzdim, əgər bir halda belə dedilsə, mən məcburam ki, buna qaydam. Hər halda olan şeydir. Keçən səfər ən yeni tarixdə Pənah bəylə Əbşər Süleymaninin qarşıdurması oldu. Çox pis qutardı. Çox pis qutardı. İndi cəmiyyətdə bir sual var. Pənah bəyin mənsub olduğu düşərgədə bu cür davranış normaları varsa, bu davranış normaları gələcəkdə bunlar hakimiyyətə gələrsə, hakimiyyətdə bu davranış normaları tətbiq olunarsa, onda Azərbaycanın beynəlxalq qanununda hansı nüfuz ola bilər? Bu davranışın təkrar olunmaması şərtilə bu sualı mən də sizə verirəm. Bir daha təkrar edirəm. Söz tutarmayanda əlbəttə ki, qətiyyən məsələyə aid olmayan məsələ qatılır, amma borcudur. Mən hüququdur, qəbul edirəm. Mənim prezidentim haqqında aşağılayıcı tonla harada danışarlarsa, xüsusən bu prezident Azərbaycan xalqının Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy olsun, mən o cür edərəm və bundan sonra da edəcəm və bir sözü demişəm ki, mən orada hələ yaxşı eləmişəm, az eləmişəm. Bu bir. Keçirəm ikinci bir məsələyə. Amma burada eləməyəcəyik. Biz artıq kölgədən çıxmışıq. Biz kölgə kabineti yox, təkrar edirəm burada. Biz elə bu il təşkil olunacaq Milli Etimad Hökuməti və yaxud koalisiyalı hökumət tələbini qoymuşuq. Hesab edilir ki, 2013-cü ilə qədər Azərbaycanı bir sıra fəlakətlərdən xilas eləmək üçün milli konsensusa ehtiyac vardır. Bu milli konsensus əlbəttə ki, ciddi addım olaraq çox partiyalılıq əsasında hörmətli Fəzail bəy də bir partiyanın sədridir. Çox partiyalılıq, proporsional seçki sistemi əsasında konstitusiyada dəyişiklik edərək və buna şərait yaradılaraq ədalətli azad seçki keçirilməlidir. O seçkidən sonra konstitusyon bir sıra dəyişikliklər, islahatlar aparılmalıdır. Xalqın sosial vəziyyətini yaxşılaşdıracaq, neft gəlirlərini ədalətli şəkildə bölüşdürüləcək sistem təşkil olunmalıdır. Xalqın mülkiyyətinin əlindən alınmasına, qanunsuz olaraq talan olunmasına, özününkiləşdirilməsinə imkan verməyəcək islahatlar aparılmalıdır. Korrupsiyanın kökünü kesəcək islahatlar aparılmalıdır. Bu qış vəziyyətində bizim düşdüyümüz bu bəlalarda olmayacağına təminat verəcək bir idarəçilik sistemi lazımdır. Bunun üçün yenə bələdiyyələr seçkilərinə ehtiyac olacaqdır və beləliklə də Fəzail bəy də biz bu məsələlərdə beləncik ancaq inkarçı mövqeyi tutmamağa, demək, pozitiv yanaşmağa dəvət edirik. İndiki iqtidarın bütün nümayəndələrlə birlikdə əks təqdirdə, Sevinç xanım, bunu niyə görə biz deyirik? Əks təqdirdə bir çox ölkələrin başına gələn fəlakətlər Azərbaycanın da başına gələ bilər və yaxud gətirilə bilər. Bunun qarşısını almaq lazımdır. Sizin bu deyilənlərə münasibətiniz? Pənah bəy orada belə bir fikir ifadə etdi ki, indiki hətta orada mən düşünürəm ki, cəmiyyətin son dərəcə böyük hörmət bəslədiyi Artur Rəsizadə ilə sadəcə olaraq onun şagirdi ola bilməyəcək bir səviyyədə sadəcə mətbuat vasitəsilə, ekran vasitəsilə özünü təqdim edən, ola bilsin ki, iqtisadi bilikləri də pis deyil, mən əlbəttə onların biliklərinə hər hansı şübhəm yanaşmıram. Bunu Artur Rəsizadə kimi kifayət qədər böyük idarəçilik təcrübəsi olan bir insanla müqayisə etmək ən az Allahsızlıqdır. Bu bir. İkinci bir tərəfdən
indiki iqtidar qədər, peşəkar, ölkə prezidenti qədər cəmiyyətdə böyük siyasi nüfuzu olan ikinci bir siyasətçi yoxdur. Varsa, buyurun, qarşıdan 2013-cü ildə prezident seçkiləri gəlir, namizədliyinizi verin, mübarizəyə qoşulunda cəmiyyətdə bilinəcək, bir daha bilinəcək kimin hansı siyasi yükü var. Axı bu bəyanatları verirsiniz, prezident seçkiləri ərəfəsində aranızda konkret rəyə gələ bilmirsiniz ki, vahid namizəd məsələsində, digər məsələlərdə ən müxtəlif bəhanlərlə adını da qoyursunuz, seçki demokratik olmayacaq. Bu cür münasibətlər sistemi dünyanın heç yerində yoxdur. Ona görə də bu cür anormal yanaşmaların özü düşünürəm ki, indiki səviyyəyə uyğun yanaşma deyil. Çox təşəkkür. Bu sizin bayaqki sualınızı cavab edir ki, biz kiçik fasiləyə ayrılırıq. Fasilədən sonra biz müzakirəni davam etdirəcəyik. Biz yenə birlikdəyik. Mən istəyirəm qarşıdan gələn Avroviziya mahnı müsabiqəsi ərəfəsində Azərbaycan paytaxtında etiraz aksiyaları olmalıdırmı sualının məsələsini biz müzakirə edək. Necə hesab edirsiniz? Həqiqətən olmalıdırmı belə bir etiraz aksiyası? Biz hər halda Azərbaycana bu qədər əcnəbi qonaq dəvət edirik, bu qədər jurnalist dəvət edirik. Bu Azərbaycanı hər halda imicini xaricdə daha da yaxşılaşdırmaq, tanıtmaq baxımından bir imkandır, bir şansdır. Sizcə biz bu imkanı əldən verməliyikmi? Mən hesab edirəm ki, hörmətli demək Fəzal müəllim, Allahsızlıq ölkənin var dövlətini talamaqdır. Allahsızlıq xalqın bu vəziyyətində dünyanın ən bahalı yerlərində onlarla villaları almaqdır. Burada mənə heç dəxli yox. Konkret deyin. Bu sizin təriflədiyiniz vəzifəli şəxslərin ümumi yanaşmalardır. Siz istəyirsiniz, mən konkret deyərəm. Konkret buyurun mətbuata da burada. Konkret deyərəm. Biz hər halda sual qoyduq, məsələ qoyduq. Biz etiraz aksiyaları olmalıdırmı sizcə Azərbaycan paytaxtında Avroviziya ərəfəsində? Və siz neçə ildir bu 3 çağırışdır? 4 çağırış. 4 çağırışdır. Milli Məclisdə iştirak edirsiniz. Azərbaycan xalqına yazığınız gəlsin sizin. Özünüzə yazıq gəlmir. Balalarınıza və gələcəyinizə yazınız gəlsin. Və özünüz heç bu milləti, bu xalqı hara aparıb çıxarmışsınız? Keçirəm sizin sualınızı. Mən məcburam ki... Gəliz buradan başlayırıq vaxtı. Yox. Bu lirik haşiyəni qoyduq kənara. İndi sualımıza keçirik. Etiraz aksiyası olmalıdır Azərbaycan canlı deyil. Ya da belə olsun. Mən burada aparıcıyam. Mən sual verirəm. Mən xacım, mən sualıma cavab verəsiniz. Biz də bura sizə, sizin verilişinizə, şəxsinizə hörmət eləyərək bir buza gəlirik və özümüzün bu veriliş taleyimizi elə hər iki tərəf sizin o qayçılarınızın ixtiyarına verir. Mənim xahişim odur ki, yəni elə olmasın ki, təkrar edirəm, bu məsələlər demək, başqa cür səslənsin. Sualınızı buyurun, mən... Yox, bir dəqiq üzr istəyirəm. Mən sualı bir də təkrar eləyirəm. Getməyə bilər, üzr istəyirəm. Pənah bəy, siz belə öyrətmişsiniz ki, mən deyim, qarşıdan cavab almayım. Olmaz belə. Olmaz belə. Bu cür yanaşmaq mümkün deyil. Ədalətli deyil, haqsızdır bu cür yanaşmaq. Siz dediniz, mən də cavab verdim. Hansı idarəçilikdən danışırsınız? Olar ki, siz bunu çıxandan sonra müzakirə eləyəsiniz. Bunu çıxandan sonra müzakirə eləyəsiniz. Sənin başınaz olduğun idarəçilik. Siz bir dəfə Artur Sən başınaz olduğun idarəçilik nə var idi? Çok faydalıdır. Ben söz verdim. Ne faydalıdır? Bircə saniyə, bir dəqiqə. Yox, deyirəm bəlkə mən yumruq ancaq bilirsən də. Mən söz vermişdim mən axıda. Yox, ayıb daxı. Özü də bilir. Özü də sosial müdafiə nazirinin birinci müavini olubdur. O cəmaatın o illərdə nə əvvəl çəkdiyini mən şahidiyəm. Sualı verin, mən sizə məmnuniyyətlə cavab Mənim sualım odur ki, Azərbaycanda Avroviziya ərəfəsində etiraz aksiyası olmalıdırmı? Biz bu imkanı, bu şansı əldən verməliyikmi? Əldə bu şansı da Azərbaycan üçün. Bu boyda Avropanı biz Azərbaycana gətiririk. Yeridirmi onun, vaxtıdırmı onun etiraz aksiyasının? Yəni, icazə verin, suala bir qədər təfərrüatlı cavab verin. İctimai Palatanın Eurovizyonun burada keçilməsi haqqında konkret hansısa bir siyasi mövqeyi qərarı yoxdur. Lakin ümumi rəy ondan ibarətdir ki, bu tədbirdən Azərbaycanın dövlətçiliyinin təbliği üçün istifadə etmək məqsədə uyğundur, lazımdır. Eyni zamanda
Arif Hacılı başda olmaqla bizim 16 nəfər vicdan məhbusumuz var. Digər siyasi məhbus hesab elədiyimiz şəxslər var. Bizlə müttəfiq olan və ya olmayan siyasi partiyaların və yaxud şəxslərin. Biz hesab edirik ki, Azərbaycan dövlətçiliyinin təbliği üçün və belə bir böyük bir ümumdünya xarakterli beynəlxalq tədbirin burada keçirilməsi üçün bizim həmin vicdan məhbuslarının ən böyük beynəlxalq hüquq təşkilatları tərəfindən rəsmən vicdan məhbusu kimi tanınmış şəxslərin azad olunmasına məqsədə uyğun hesab edirik. Bunu təklif edirik, bunu xahiş edirik, tələb edirik. Sual biraz mühüm olduğuna görə icazə verin, biraz yəqin ki, Fəzali bəy də toxunacaq reglamentdən kənarda. İcazə verirsiniz o zaman? Bizim dostlarımız, əqidədaşlarımız haqsız olaraq, qanunsuz olaraq bu məhkəmələrdə də göründü. Heç bir dəlil, argument olmadan hansısa siyasi repressiv məqsədlə içəridə qalırsa, bizim də vicdanımız var və biz buna sakit demək qala bilmərik. Bu Azərbaycanın marağına da uyğun deyildir, Azərbaycanın mənafeyinə də uyğun deyildir. Buradakı o tədbirin də marağına və mənafeyinə uyğun deyildir. Ona görə də bizim xahişimiz, təkrarlayım, tələbimiz, istəyimiz ondan ibarətdir ki, ən yaxın dövrdə bu şəxslər, vicdan məhbusları, siyasi məhbuslar azad olunsun. Ümumən isə bir daha təkrar edirəm, təbii ki, biz həmin tədbirin heç vaxt əleyhinə olmamışıq İctimai Palat olaraq və onun Azərbaycan dövlətçiliyinin maraq və mənafələrinə uyğun keçirilməsinə də əleyhinə çıxmamışıq və çıxmırıq. Çox sağ təşəkkür edirəm. Sizə təşəkkür edirəm artıq vaxt verdiyiniz üçün. Biz indi yəqin ki, sizə bu imkanı verəcəyik. Sizin bu dediklərə münasibətiniz? Siyasi mövqeyindən. Yəni Pənah bəy dedi ki, biz hesab edirik ki, olmamalıdır. Sadəcə əgər... Bəli. Əgər məhbuslar, vicdan məhbusları azad edilərlərsə, dediniz ki, olmamalıdır. Yox, siyasi... Bəli, olmamalıdır sözünü mən demədim. Mən dedim ki, biz İctimai Palata olaraq həmin dövrdə aksiyalar keçirməyə bilərik və keçirmərik. Bəli. Yəni, bu məsələ müzakirə oluna bilər, əlbəttə. Əvvələn, siz elə bu şərtlərlə danışdığınız üçün bugünə düşmüşsünüz. Şərtlə danışmırlar. Şərtlə məsələni qoymurlar. Mən üzr istəyirəm Sevinç xanım, heç belə demirəm. Bu məsələni hesab edin ki, şərt mənim vaxtım olmaz. Kifayət qədər etik şəkildə onu ifadə elədim. Gəliz vaxta girməyək. Gəlin vaxta müdaxilə etməyək. Lütfən. Pənah bəy, gəlin vaxta müdaxilə etməyək. Buyurun. Sizin vaxtınız. Siz o cür deməyin, yəni. Biz fikrimizi səsləndirdik. Aydındır. Pənah bəy, gəlin müdaxilə etməyək vaxta. Buyurun. Sizin vaxtınız getdi. Mən düşünürəm ki, hər bir siyasi partiya, vətəndaş cəmiyyətinin bu və digər tərəfləri Azərbaycanda istənilən vaxt, istənilən aksiyanı keçirə bilər, bu onun konstitusiyon yoxudur. Lakin xüsusi bir əhəmiyyət kəsb edən, bütün Avropanı Azərbaycana gətirən və böyük bir incəsənət və mahnı bayramı olan Eurovision mahnı festivalı ilə İctimai Palatanın mitinglərini və vicdan məhbusları dedikləri adamların bir müstəvidə qoyulması və bu gün cəmiyyətdə onu aktuallaşdırmaq cəhətlərinin özü başa düşülən deyil. Başa düşülən deyil. Mən bu yaxınlarda İsa Qəmbərin, məcburam bunu deməyə, öz dostlarına müraciətini oxudum. Sadəcə olaraq İsa Qəmbərin bu müraciətinə görə mənim İsa Qəmbərə yazığım gəldi. Gəlin burada deyil, sən qulaq as. Burada olmayan şəxs haqqında etik danışaq. Deyim də. Mənim sənə yazığım. Yox, onda bu da getsin. Sənə mənim yazığım gələ bilər. Yox, belə olmaz axı. Burada olmayan şəxs haqqında. Təkir deyil bu. Burada olmayan şəxslər haqqında etik danışaq. Yazığım, bir də qulaq as. Etik danışaq. Siz onu... O burada olsaydı deyə bilərdiniz. Siz onun kölgəsisiniz, siz onun ifadə edən adamlardan birisiniz. Söhbət ondan gedir. Yaxşı, deyir ki, jurnalistlərə... Sən kimi kölgəsin? Olmaz da. Yox, gəlin etik danışaq. Burada olmayan adam haqqında Fəzali bəy, mən də Sevinç xanıma da hörmət eləyərək, verilişə də hörmət eləyərək, çalışıram sözün doğrusu ki, burada müəyyən qədər etik danışaq. İsa Qəmbər burada yoxdur. Əgər onun adını çəkirsinizsə, hörmətlə danışın. Və yaxud adını çəkin. Mən onun ünvanında təkrar fikir işlətmədim. Yəni yazığım gəlir. Niyə? Yaxşı. Bir Azərbaycan vətəndaşı olaraq bu mahnı müsabiqəsinin bu şəkildə keçirilməsini sevinmək əvəzinə o dostlarına müraciət eləyir ki, siz müraciət edin onlara. Onlar mahnı oxuyanda bir Arif Hacılının adını çəksinlər, bir filan kəsin adını çəksinlər. Bu cür yanaşmanın özü başa düşülən deyil. Bu cür yanaşma... Arif Hacı içərdə qalsın. Haqsız olaraq. Yox. Mən gəlirəm o sözə. Arif Hacılının və siz dediyiniz insanların məhbəsdən, mən əvvələn arzu edirəm ki, Allah tez onların yolunu açsın. Ailərinə qovuşsun da bunu arzulayıram. Əgər onların demək, həbsxanadan, məhbəsdən çıxmasını istəyirsinizsə, Eurovision'a bunu qatmayın. Bunu qatmaq olmaz. Və Eurovision'da siz də əlinizə Azərbaycan bayrağı götürərək
və bilet alaraq həmin mahnı müsabiqəsinin keçildiyi yerə getməlisiniz və orada heç olmazsa bir 4 gün, 5 gün siyasətdən uzaq istirahət etməyi bacarmalısınız. Çox sağ ol, təşəkkür edirəm. Yəni bu çox mühüm bir məsələdir. Buna cəmiyyət də, ictimaiyyət də maraqlanır. Fəna bəy, yəni bugün hətta bu məsələ ilə bağlı biz YAP məmurlarının da bəyanatlarını eşitdik və biz bugün belə bir qərara gəldik ki, mən bilirəm, burada iştirak etməyən adamların adlarını çəkməyə məncə gözəl ənənə olardı. Amma herhalde bir YAP məmurunun dediyi bundan ibarət oldu ki, Avroviziya ərəfəsində Azərbaycanda bu cür bir etiraz aksiyasını təşkil etməyi ancaq ermənilər istəyərdi. Bütün ölkə indi bizə baxacaq. Dünya Avropa gələcək bizim ölkəmizə. Bu bizim nə vaxtlar çoxdan istədiyimiz bir arzudur, bir niyyətdir, bu baş verib və həmin məqamda istifadə etmək və bununla da bizim imicimizi korlamaq. Yəni ki, bu fikirlə şərik olan adam çoxdur Azərbaycan. Necə hesab edirsiniz? Mən hesab edirəm bu fikrə şərik olan çox az adam ola bilər. Elə biri də Əli Əhmədov özü olar. Birincisi, mən də çalışıram ki, Əli Əhmədov burada olmadığına görə ifadə edeyim. Yəni, Azərbaycan toplumunun əhəmiyyətli bir hissəsini, onun siyasi müstəvisində olan şəxsləri o cür aşağılamaq məsələləri ilə ifadə işlədənlər özlərini aşağılayırlar. Bir. Gəlin çalışağın ehtiyatlı olaq bu məsələdə. Amma siz razısınız ki, ermənilər də orada bunu istəyirlər, elə deyilmi? Azərbaycanda bu cür Avroviziya fiyaskoya uğrasın. İkincisi, Azərbaycan iqtidarı haqqında, Azərbaycan hakimiyyəti haqqında erməni və yaxud erməni olmayan şəxslər tərəfindən elə bir imic sadalanıb ki, bunda erməniləri, xüsusi erməni olmağa filana ehtiyac yoxdur. Elə bu cür idarəçilik buna şərait yaradır. Deyir, İslammışın yaxışdan gərək qorxusu olmalı deyil. Üçüncü, bir daha təkrar edirəm. Bu məsələ mühüm məsələdir. Bir daha təkrar edirəm bunu. Və bunu eşitmək istəyənlər eşitsin. Konkret olaraq o müddətdə, deyəsən ayın 22-sindən başlayır mayın ya 3-cü 10 günlük ərzində. 3-cü 10 günlük ərzində şəxsən mən o mövqedə olanlardan biriyəm ki, və belə bir olmalıdır ki, məsələsi ümumiyyətlə durulur. Sizin şəxsi fikriniz olmalıdır, olmalıdır. Azərbaycanda Avrovizyon olmalıdır fikrini ümumiyyətlə olmalı deyil. Etiraz aksiyası olmalıdır mı o günlərdə? Deyil, fikrini gətirən yoxdur dilini. Bu məsələnin həlli əhəmiyyətli şəkildə İctimai Palatanın 3-cü 10 günlüyündə mayın dəsti xəttinə, hərəkətinə, fəaliyyətinə təsir göstərə bilər. Mən bunu ifadə edib deyirəm, yəni eşitmək istəyənlər eşitsin. Çox sağ ol, təşəkkür edirəm. Bu Fəzali bəyin sərhədində olan bir məsələ deyil, mən də onu anlamıram. Fəzələr, hər halda mən belə başa düşürəm ki, bizdə müxalifət düşərgəsində də başa düşürlər ki, ola bilsin ki, bu Azərbaycana vuracağı ziyan az olmayacaq. Amma eyni zamanda biz gərək müxalifəti başa düşməyə çalışaq. Bu da ondan ibarətdir ki, onların vicdan məhbusları hesab etdikləri adamlar həbsxanadadırlar və bu, onların azad olunmasına nail olmaq üçün bir rıçaqdır, bir təzyiq məqamıdır. Bilmirəm nə dərəcədə... Bəndən razısınızmı? Üzr istəyirəm. Nəyə görə onlar üçün bu imkan qaçırılmalıdır? Bu cür yanaşmanı mən qəbul etmirəm. Yanaşmanı? Yanaşmanı. Mən düşünürəm ki, bunlar öz tərəfdarlarının məhbəsdən çıxarılması yolunda mübarizəsini apara bilərlər. Bu başa düşüləndir. Çünki özlərinin tərəfdarlarıdırlar, onlar bu məhbəsdədirlər. Mən düşünürəm ki, onlar ictimai qaydanı ciddi şəkildə pozisiyalarına görə mühakimə olunublar və bu məhbəsdədirlər. İndi bunlar da istəyir ki, onlar çıxsınlar. Bu başa düşüləndir və qəbul ediləndir. Lakin yanaşma metodu çox səhvdir. Yəni necə olmalıdır sizcə? Yəni bunun Eurovisionla əlaqələndirmək qətiyyən yol verilməzdir. Əli Əhmədovun demiş olduğu sözü demək deyil ki, o İctimai Palataya deyirsiniz, üzr istəyirəm, o ifadəni onlar işlətmir. Deyir, bir ermənilər bunu istəmir. Əgər kimsə buna mani olursa, istər-istəməz ermənilərin mövqeyinə xidmət eləyir. Mahiyyətdə budur. Biz də istəyirik ki, olmaz. Əgər siz bu mövqedə olacaqsınızsa, mən tamamilə əminəm ki, siz Azərbaycanda olub qalan nüfuzunuza elə böyük zərbə vuracaqsınız ki, elə böyük özünüzə zərbə vuracaqsınız və bununla da ya gedib müəllimliklə məşğul olacaqsınız, ya gedib ayrışla məşğul olacaqsınız, sizi siyasətdə ümumiyyətlə cəmiyyət görməyəcək. Demək Sevinç xanım. Mən istəyirəm ki, biz Fəzali Bəlinin bir sözünə münasibət bildirək ki, Fəzali Bəli belə bir fikir işlətdi ki, yanaşma yanlışdır. Yəni, mübarizə forması yanlışdır. Yəni, təzyiqlə danışmaq, tələblərlə danışmaq ola bilsin ki, heç də həmişə səmərəli olmur. Sizin bu məsələyə münasibətiniz? Mənim fikrimcə, İctimai Palatanın bu məsələdə mövqeyi həddindən artıq
yəni bizim vəziyyətə adekvat olmayan və bizə qarşı olan haqsızlığa adekvat olmayan dərəcədə konstruktiv və yumşaqdır. Bu konstruktiv sözü bizim şərqdə o qədər dəbdə olan bir anlayış deyil. Bir daha təkrar edirəm. Biz istəyirik ki, bir daha təkrar edirəm, yoldaşlarımız azadlıqda olsun. Çıxış yolu deyil. Yoldaşlarımız azadlıqda olsun. Arif Hacılı və digərləri və ümumiyyətlə siyasi məhbuslar adlandırdığımız bizim kateqoriyadan olan şəxslər azadlıqda olsun. Sizi inandırıram ki, bu hamının Azərbaycan cəmiyyətində maraq mənafeyinə uyğun olan bir məsələdir. Biz öz mübarizəmizi davam etdirəcəyik və bunun üçün də qanun çərçivəsində, Konstitusiyanın verdiyi hüquq və azadlıqlar çərçivəsində hər şey edəcəyik. Mən məcburam ki, bir qısaca hüquq arayış verim. Məhkum olunmuş şəxsin konstitusiya ilə əfv olunması səlahiyyəti prezidentə aiddir. Bundan başqa konstitusiyada digər yollar yoxdur. Yox, amnistiya da verilə bilər. Bəli də kim verir onu? Amnistiyanı da prezident imzalayır. Yox, Milli Məclis. Milli Məclis təqdim edir. Siz milli vəkilsiniz. Yox, prezident qərar verir. Siz deyəsən qanunu bilmirsiniz. Yox, prezident imzalayandan sonra qüvvəyə minir o. Yox, o qanundur. Qərarı prezident imzalamır. Bu qərar verir, konstitusiyaya Azərbaycanda baxın. əfv etmək prerogativi yalnız prezidentə Prezidentə məxsusdur. aid. Yox, amnistiya məsələsi sırf Milli Məclisin səlahiyyətində olan məsələdir və qərar verir, o qanun vermir. Bir daha tək edim. Elədir. Buyurun onda, buyurun. Milli Məclisin sədri Oqtay Əsədova amnistiya üçün müraciət edin ya da prezidentə əfv üçün müraciət edin. Mən buradan Müraciət edin, yazılı şəkildə. Mən burada Yoxsa ultimatum belə getdi. Mən burada dövlət başçısından da, hörmətli Milli Məclisin sədrindən də xahiş edirəm ki, bizim vicdan məhbuslarını və siyasi məhbus adlandırdığımız bütün şəxslərin azadlığa buraxılmasını təmin etsinlər. Buyurun yazılı şəkildə təqdim edin cənab prezidentə və Oqtay Əsədova. Biz yenə birlikdəyik. Yəqin ki, onda baxıla bilər. Onda artıq bəlkə də münasibətlər sistemində bir yumuşaqlıq əmələ gələ bilər. Yəni, mən sizin silahdaşlarınızın məhbəsdən çıxmaq arzunuzu başa düşürəm. Əgər mənim də partiyamın və silahdaşlarının hər hansı biri bu və ya digər şəkildə məhbəsdə olsaydı, mən də çalışardım ki, onu məhbəsdən azad edeyim. Ancaq onun yollarını, formalarını tapmaq lazımdır ki, bu qanun çərçivəsində olsun, bu ultimatumla olmasın, bu hədəylə olmasın, bu şərtlər dili ilə olmasın. Ona görə də bizim konstitusiyamız var. Konstitusiyamıza uyğun buyurun, İctimai Palata müraciət eləsin, valideynləri müraciət eləsin, ailələri müraciət eləsin, cənab prezidentin səlahiyyətindədir. Və ümidvaram ki, cənab prezident bu məsələyə hər zaman normal yanaşıbdır, hörmətlə yanaşıb, humanist mövqe ortalığa qoyub, yenə də qoya bilər. Bunun yolunun formasını düz tapmaq lazım, Pənah bəy. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Pənah bəy, mən qayıtmaq istəyirəm sizin biraz əvvəl dediyiniz fikrə ki, bizdə kifayət siyahı da var. Biz bilirik ki, əgər belə bir kölgə hökuməti yaranarsa, kim hansı posta niyyətli olacaq, iddialı olacaq. Amma mən xatırlarım ki, bundan əvvəl prezident seçkiləri ərəfəsində belə bir imkan var idi ki, müxalifətin bir vahid namizəd irəli sürsün. Lakin vahid namizəd məsələsi baş tutmadı. Yəni, konkret desək, bu partiyalar öz aralarında bir araya gələ bilmədilər ki, bu vahid namizəd kim olmalıdır. Əgər bir şəxs də araya gələ bilmirlərsə, ortaq məxrəcə gəlmə mümkün deyilsə, bütün hökumətdəki bu nazir postlarında sizcə necə araya gələcək? Və mən bilirəm ki, bu məsələyə AXCP ilə Müsavat Partiyasında sizin təklifinizdə münasibəti bir mənalı olmayıb. Sevinç xanım, bizim üçün vacib olan, həlledici olan, fundamental olan azad, ədalətli seçkidir. Azad, ədalətli seçki şəraitinin yaradılmasıdır. Belə bir situasiyanın Azərbaycanda təmin olunmasıdır. Yoxsa Berdi Muhammedov bu yaxında çox namizədli bir seçki keçirdi. 8 adam iştirak edirdi, 97%-də səs aldı. Məsələn, çox partiyalılıq biz deyirik. Məsələn, Bəşər Əsədin indiki parlamentində, indi 2003-cü seçkilərində hər halda 8 dənə partiya təmsil olunurdu. Misirdə bir 6-7 partiya təmsil olunurdu. İndi Çində o kommunist rejiminin qavurunub saxlandığı ölkədə 4 ya 5 partiya təşkil. Biz istəyirik həqiqətən demokratik, çox partiyalı sistem yaransın. Həqiqətən azad seçki mühiti olsun. O halda əslində o vəzifəli şəxslərdə xalq öz seçkisi vasitəsilə müəyyən edəcəkdir. Konkret sizin sualınız gəldikdə isə vahid namizəd məsələsi, heç narahat olmayın. Bir daha təcrübə edirəm. Biz hesab edirik ki, bu seçki müddəti 2008-ci il seçkiləri olmayacaqdır. Azərbaycanın demokratik qüvvələri bütövlükdə, təkcə müxalifəti yox, vahid namizədi ilə iştirak edəcəkdir. Heç narahat olmasın cəmiyyət. Bundan əvvəl iştirak edə bilmədi. Amma bundan əvvəl. Sizdə bu əminlik hardandır ki, bu qədər vəzifə bölgüsündə belə bir ortaq məxrəcə gələ biləcəklər? Dünya dəyişmişdir.
Nə dəyişmişdir? Eyni adamlar, eyni simalardır. Dünya dəyişmişdir. Azərbaycan cəmiyyətdə ciddi dəyişikliklər istəyir. Bizim də o dediyimiz proqram köklü dəyişikliklər proqramıdır. O köklü dəyişikliklərin indiki dövrdə həyata keçirilməsi Azərbaycan cəmiyyətinin siyasi sifarişidir, xalqın iradəsidir, tələbidir. Siz O tələbə uyğun olaraq da bilərsiniz təkrar edirəm, siz Azərbaycan müxalif, hətta bir neçə namizəd olsa da, azad, ədalətli, demokratik seçkiler olacaqsa, yenə xalq onların içərisindən layiqlilərini seçəcəkdir. Bir daha təkrar edirəm, amma söhbət prezident seçkilərindən getmir. Hörmətli Fəzali bəyin də bugün üzv olduğu, deputat olduğu parlament bizim tərəflərimizdən bəli bundan ibarətdir ki və təkliflərimizdən birindən ibarətdir ki, hansısa bir özünün ifadə elədiyi kimi hörmətli yolla özünü buraxsın və ya hansısa başqa bir yol tapılsın. Çox partiyalılıq əsasında, proporsional seçki sistemi 50-nin 50 də ola bilər, qarışıq da ola bilər. Həqiqətən ədalətli bir parlament seçkisi olsun. İnandırıram sizi ki, bu çox ciddi bir dəyişər vəziyyəti yumşaldar. Fəzali bəyin də dediyi kimi çox ciddi bir konsensus imkanı yaradar və ondan sonra biz ardıcıl olaraq təkrar edirəm 2010-cu ilə qədər, bu sözü mən təsadüfən işlətmirəm, yəni elə belə təsadüf sözü, 2010-cu ilə qədər indiki iqtidarda olan şəxslərlə bir yerdə, bir daha təkrar edən bir yerdə Azərbaycanı yeni siyasi situasiya, müasir çağdaş siyasi mədəniyyət səviyyəsinə qaldıracaq islahatları həyata keçirə bilərik və bunun üçün hər şeyə də hazırıq. Yox, onu etməyəcəksə, hörmətli Əli Əhmədovun dediyi kimi bizə yalnız ayamalar qoymaqla demək olacaqsa və yaxud hörmətli buradakı Fəzail Ağamalının da ilkin çıxışında çox təəssüf edirəm ki, stilində, o köhnə stilində, yəni qara yaxmaq, təhqir eləmək kimi olacaqsa, siz inandırıram ki, bundan nə siz udacaqsınız, nə hökumət sizin iqtidar udacaqdır, nəticədə onsuz da xalq öz sözünü deyəcəkdir, hadisə öz sözünü deyəcəkdir. Biz sizin vaxtınıza girmişik, bəli. Mənim vaxtım xeyli yedi bu. Bəli. Onu xahiş edirəm nəzərə alın. Məcburam yenə də biraz tarixə qayıdım, ancaq çox qısa. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə onun yıxılmasında çox mühüm rol oynayan şərtlərdən biri onun ibarət oldu ki, amillərdən biri o oldu ki, Əlfəz Elçi bəy var idi, onun yanında Fəna Hüseyin var idi, Arif Hacı vardı və s. Bir müəyyən müddətdə. Sonra həmin hakimiyyətin elə içində Müsavat Partiyası yarandı, yurt yarandı və hakimiyyət parçalandı yurtçulara, müsavatçılara və cəbhəçilərə. Və o dövrdən başlayaraq bu günə qədər tam mən bunu səmimiyyətlə və məsuliyyətlə deyirəm. İsa Qəmbərlə Əli Kərimli heç zaman bir-birinə xoş münasibət bəsləməyiblər. Bunlar İctimai Palatada mehriban düşməndilər. Bunlar heç zaman biri digərinə güzəştə getməyəcək. Sonuncu. Sizi niyə narahat edirsiniz? Mən narahat deyirəm. Niyə danışırsınız? Müşahidəmi deyirəm. Sual verib cavab verirəm. Mən orada İctimai Palata ideyası reallaşır, İndi yaxşı, reallaşıb aydındır. Bu yaxınlarda Azadlıq Radiosu bir belə də uydurma bir sorğu keçirdi. Əli Kərimli çıxartdı önə. İsa Qəmbərdən. Baxın, İsa Qəmbəri müdafiə edən qazetlər həmin sorğunun nəticələrini necə topa tutdu. Adi bir sosial sorğuda, hətta əsası olmayan, mən düşünürəm ki, sosial sorğuydu, elə belə keçirilən sorğuydu və orada bu məsələyə İsa Qəmbərin tərəfdarlarının çox mənfi reaksiyası. Qəzetləri götürün, varaqlayın. Baxın, görün, Əli Kərimlinin tərəfdarları ilə İsa Qəmbərin tərəfdarları arasında nə dərəcədə bir-birinə qarşı top tüfəng ilə böyük yürüşlər olub, böyük atışmalar olubdur. Hər halda o fikirlər İsa Qəmbərin, Əli Kərimlinin fikirləridir ki, onlar öz funksiyonları vasitəsilə orada Fuad Qəhrəmanlı, bu tərəfdə isə İsa Qəmbərin bir tərəfdarı ya Arif Hacılı, ya Yeni Müsavat qəzeti, Müsavat qəzeti və s. Nəticə etibarilə mən çox arzulayardım ki, həqiqətən qarşıdan gələn prezident seçkilərində İctimai Palatadan ya vahid namizəd şəklində, ya bir neçə namizədlər şəklində iştirak olsun. Çox arzulayardım. Və tamamilə əminəm ki, qarşıdan gələn prezident seçkilərində demokratik prinsiplər əsas götürüləcək. Nə indiki zaman, deyək ki, bir 10 il bundan qabaqın zamanıdır. Nə indiki durum insanların proseslərə münasibəti əvvəlki 5 ilin 12 deyil. Nə də dünyada gedən proseslər. Bağışlayın, sözü muxtarım. Ona görə də mən tamamilə əminəm ki, 2013-cü ilin prezident seçkiləri tam demokratik, şəffaf, azad və ədalətli keçəcəkdir. Buyurun, hazırlaşın. Bəyanatlardan konkret əmələ keçin və 2013-cü ildə ya vahid namizədlə və yaxud da ki 10 namizədlə buyurun iştirak edin, gücünüzü qoyun ortalığa. Və nəticə itibarilə kim qalib gəldisə onun əlini sıxmağı bacarın.
Çox sağ olun Fəzali bəy. Biz son dəqiqələrimiz gedir verilişimizin və biz hər halda Fəzali bəyin cavabında kifayət qədər mən deyərdim ki, pozitiv notlar eşidildi. Harınsa dialoqa, hər halda mən bunu bu cür qəbul etdim. Hakimiyyət, iqtidar və siyasi partiyalar, siyasi müxalifət arasında bir iqtidara dəvət eşitdim. Siz duydunuzmu bu notları və sizdə belə bir bu nikbinliyə paylaşırsınızmı? Valla mən indi bu Fəzali bəydən asılı olsa bu işlər təbii ki, o bizim köhnə hər halda hərəkatın suyundan içmiş adamdır. Və özünün müəyyən... Sizin, bizim yox, sizin... Ümumi xalq hərəkatının suyundan içmiş adamlardandır. Azərbaycan xalqı necə? Yox, bizim yox. Demək, siz ola bilirsiniz bizlə bir yerdə olmamışsınız o vaxtı deyə bilmərəm. Amma hər halda biz bizlə bir yerdə olmuşsunuz. Mən hərəkatda varım, sizinlə bərabər deyildim. Tamam da deyirsiniz. Əvvəlki sözlərini verərsiniz. O lap başlayanda ki, bir cümlə işlətmişdi. Nədən qorxursan sən bizlə olmaqdan? Niyə qorxuram? Mən olanı deyirəm. Mən olanı deyirəm. Nəysə, Azərbaycan xalq hərəkatının demək adamlarından biri kimi hər halda sövq təbii də olsa müəyyən zəruri olan məsələlər əlbəttə ki, duymamış deyil. Və bu istər-istəməz çox ehtiyatla da olsa, təkrar mənada demirəm, qorxa-qorxa da olsa onun əlbəttə ki, fikirlərində, cümlələrində özünü göstərir. Və mən sözümü onunla yekunlaşdırmaq istəyirəm ki, əgər bu demək olar ki, sondursa, bir daha təkrar edirəm. Azərbaycan mütləq dəyişəcəkdir. Gəlin, bir yerdə bunu dəyişdirək. İdarə olunmuş şəkildə dəyişdirək. Azərbaycanın demokratiyanın idarə olunduğu cəmiyyətdən demokratiya ilə idarə olunan cəmiyyətə çevirək və sizi inandırıram ki, belə bir şəraitdə bizim bir çox problemlərimizi həll edə biləcəyik. Çox sağ ol, təşəkkür edirəm. Çox qısa, 10 saniyə sizin reaksiyanız. Mən 10 saniyə nə deyəcəm ki? İdarə olunan demokratiyadan... Mən sadəcə olaraq bir fikir ifadə etmək istəyirəm ki, mən də parlament seçkilərində majoritarla bərabər proporsional seçkinin tərəfdarlarından biriyəm. Bunu konstitusiyada olan dəyişikliklər ərəfəsində də açıq şəkildə ifadə etmişəm. Lakin sizin dediyiniz 2013-cü ilə qədər real olmayan bir məsələdir. Ola bilsin ki, bu gələcəkdə... Tam real. Ola bilsin ki, bu gələcəkdə... 4-5 ay vaxt var. İmkan ver də, mən danışım da. Bu referendumsuz mümkün deyil axı. Referendum keçirdək. Bu böyük bir prosesdir. Buna cəmiyyət hazırlamaq lazımdır, referendum keçirmək lazımdır və eyni zamanda parlament seçkilərinin özünü keçirməyin özü böyük bir prosesdir. Ona görə də zaman baxımından ən azı bu 2013-cü ilə qədər baş tutan məsələ deyil. Ona görə siz məsələni elə qoyursunuz ki, o həll olunmayanda deməli ölkədə demokratiya yoxdur. Yəni ölkədə demokratiya yoxdur. Mən sizə deyim də, Pənə bəy. Ölkədə demokratiyanın heç işığı yoxdur. Sizi mən tanıyan kimi deyirəm ki, siz elə bir argument gətirirsiniz ki, o argument sadəcə olaraq bugün təyyarə ilə ayaq uçub orada oturmağa bənzər bir şey olur. Sizə elə gəlir. Çox sadədir bu. Onu yerinə yetirə bilməyəndə dəqiqə həmin saat indiki iqtidarın ən müxtəlif səviyyələrdə üzərinə özümə keçirsiniz. Bu bir. İkinci, sən dəfələrlə bilmirsən ki, Azərbaycan xalq hərəkatı dövründə ən azı mənim tanıyan bilirsən ki, Fəzali Ağamalı heç nədən bir Allahından başqa heç nədən qorxan adam deyil. Yəni onu mən... Yox, yəni onu çox böyük səhv elədin, o ifadəyə ehtiyac yox idi. Onu sən dəfələrlə görmüşsən ki, mən heç nədən, heç nədən qorxmam. Sən ayrı adamsan, ona görə deyirəm. Mən sadəcə olaraq deyirəm ki, mən sizdən fərqli olaraq bütün hadisələrin gedişinə çalışıram ki, obyektiv yanaşım, müşahidələrimdə dəqiq olum. Ona görə də Sevinç xanım mənim dediklərimi müəyyən dərəcədə tutdu və ona anlaşıldı, yanaşdı. Mən də tutdum. Ancaq sən bunu gətir mənim qorxaqlığımla başıma etdi. Çox böyük səbəb yol verirsən. Əgər o cür başa düşdünsə, mən deyirəm ki, sən deyən mənim, sən özündən şübhəli olma. Çox sağ olun, təşəkkür edirəm. Yox, sən bilirsən ki, sən 10 dəfə məndən artıq qorxaq adamsan. Axı, bu sözü mənə deməli deyilsən sən. Çox sağ olun, çox sağ olun, minnətdaram. Minnətdaram, təşəkkür edirəm. Hər iki qonağımıza mən təşəkkürəm. Hər halda biz bugünkü söhbətdə qaldırdığımız çox vacib məsələlərə, ola bilsin ki, hamısa cavab tapa da bilməzdik, tapmadıqda, yaxud bəzilərinə ola bilsin ki, tapdıq. Hər halda sizdə bu suallardan bağlı hansısa bir mühakimə yürütmək, hansısa bir qərar vermək imkanı yarandı. Hər halda bu məsələləri müzakirə etməyin başlanması onun həlli yolunda atılan bir addımdır. Hər halda mən elə bilirəm ki, biz bu debatla bunu etməyə çalışdıq. Gələn həftə, gələn cümə yenə birlikdəyik. Sağ olun.